Növbəti suala baxırıq. Düzgün 12 bucağından bir təpə nöqtəsindən çıxan ən kiçik 2 diaqonal arasındakı bucağı soruşur. Bu tip suallarda, yəni 12 bucağını tam çəkməyə ehtiyac yoxdur. 1-2 tərəfi çəksək kifayətdir. Olacaq, baxın bu şəkildə. Bu tərəfləri çəksəm kifayətdir. A, B, C, D, Y. İndi bir təpədən burada ən kiçik 2 diaqonal çəkəcəm. Məsələn, C təpəsini götürsəm, CA diaqonalı və CY diaqonalı. Bizdən soruşur ki, həmin eyni təpədən çıxan ən kiçik 2 diaqonal arasındakı bucaq, buradakı bucağı soruşur. İndi bu tip suallarda nə edirik? Əvvəlcə bir xarici bucağı tapırıq. 360-ı bölürəm 12-yə, çünki bu 12 bucaqlıdır. Olacaq 30 dərəcə. Bir xarici bucaq 30 dərəcədir. İndi isə bir daxili bucaq tapsaq, bir daxili bucaq da 180 dərəcədən 30 dərəcəni çıxıram. Olacaq 150 dərəcədə bir daxili bucaqdır. İndi bundan sonrası asandır. Yəni dedik ki, bir daxili bucaq 150 dərəcədir, düzdürmü? Yəni bura 150 dərəcədir. Və bu da düzgün fiqurdur. Yan tərəflər bərabərdir. Bərabər yan 3 bucaq alınır. 30 dərəcə qalır. 30 bərabər bölünür. 15, 15. Eyni qaydada burada 150 dərəcədir. Bu yan tərəflər də bərabərdir. Burada 15, 15 qalır. Biz bilirik ki, ümumi bu C təpəsindəki bucaq da 150-dir. 15 plus 15, 30. 150-dən həmin 30-u çıxanda verir bizə 120 dərəcə. Deməli, həmin 2 diaqonal arasındakı bucaq 120 dərəcəyə bərabərdir.